tərəfindən xoş gəlmisiniz. Bugünkü çəkilişimizə göstəriyi dəstəyə görə My Friend House-a öz təşəkkürümüzü veririk. Əziz tamaşaçılar, siz artıq gördüyünüz kimi biz çay süfrəsindəyik. Araz və onun dostları ilə bərabər. Burada qeyd edim ki, bizim çempionlar bir gün verilişi ərzində çəkilmiş çempionlarımız və istəyirəm sizlərə onu təqdim edim. Eldar Qazibəyov, burada gördüyünüz kimi çempionumuz, dünya çempionu və Azərbaycan Döyüş Növləri Assosiasiyasının prezidenti Azər Həsənsoy müəllimdir və burada bizim çempionumuz, növbət çempionumuzu təqdim etmək istəyirəm. Elman Mirziyev əyləşib və bunlar ayrı-ayrılıqda Araz haqqında öz səmimi fikirlərini söyləyəcəklər. Diqqətiniz bizdə olsun. Cümə günü 22:30'da efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Cümə günü 22:30'da efirdədir çempionla bir gün fərqi yoxdur. Məkanın yerini bənzəri yoxdur bu verilişin. Lider tıda çempionla bir gün New veriliş marağı var hər günün. Aç devəni lideri izlə, maraqlı veriliş yalnız bizdə. Lider tıda çempionla bir gün New veriliş marağı var hər günün. Ver mənə fonu, tonu, əlinə götür mikrofonu. Fərqi yoxdur, məkanın yerin bənzəri yoxdur bu verilişin. Aç sevini, lideri izlə, ol sən bizimlə birgə. Qazi Rap'də yeni bir zonada, bu veriliş başqa bir formada. Hər bir gündə yeni kultura. Ümumiyyətlə idmanı sevən, döyüş növlərini sevən hər bir kəs bizim çempionlar barədə ətraflı məlumatları var. O cümlədən də Araz haqqında. Yəni Araz axır bir neçə ilin idmançısı deyil, artıq 15 ildir bu idmanla məşğul olur. Və indiyə qədər də dəfələrlə, yəni Respublika çempionatlarının qalibi olub, mükafatçısı olub. Dəfələrlə dünya çempiyonudur, Avropa çempionudur. Yəni təkcə Azərbaycanda deyil, həmçinin də bu döyüş növləri üzrə Dünya Federasiyasında adlı sanlı idmançılar arasında tanınan bir idmançıdır. Təbii ki, hər bir müəllim üçün xoşdur ki, onun tələbələri çox yüksəklərə qalxırlar, ölkənin bayrağını qaldırırlar və digər tələbələrim kimi Araz da çox yüksək nəticələrə əldə etdiyi üçün mən xüsusilə onun idmançıya xas olan bir xüsusiyyətini qeyd eləmək istəyirəm. Yəni istənilən bir, nəinki idman növündə, digər sahələrdə də hər bir şəxsdə bir yüksək nailiyyəti əldə eləmək üçün inatkarlıq olmalıdır, əzmkarlıq olmalıdır və idmançılarda bu xüsusilə lazımlı bir şərtlərdən biridir. Və Arazın indiyə qədər nail olduğu yüksək nəticələrin əsas səbəbi onun əzmkarlığıdır. Yəni o qarşısına qoyduğu məqsədə çatmaq üçün həqiqətən də yorulmadan məşq edir və öz çempionluq titulunu hər il təkrar eləmək üçün və bu məşqləri etməkdən yorulmur. Araz necə döyüşürdüsə demək olar ki, döyüş taktikası necədirsə elə həyatda da o taktika ilə gedir. Araz həqiqətən çox dəyərli qardaşdır, dəyərli insandır. Araz həmişə öz xalqına, dövlətinə həmişə sadiq olan bir insandır. Arazın demək olar ki, bütün döyüşlərini mən həmişə izləmişəm. Demək olar ki, həmişə onun döyüşləri, döyüş taktikası başqa cür olub. Onun döyüş taktikası həmişə hücum. Arazın 2004-cü ildə dünya çempionatında keçiriləndə Arazın rəqibləri çəkisində 2 dənə erməni rəqibi var idi. Araz Rusiya dövləti adına erməni döyüşən idmançısını udandan sonra Arazın rəqibi finalda erməni idi. Və o döyüşü görəndən sonra erməni o biri finalda rəqibi Arazın çıxmadı. Ona görə bilirdi ki, yəni Arazın o necə həzmkar döyüşünü o öncəki döyüşdə seyr eləmişdi. Ona görə də o döyüşdən imtina etdi və Araz orada Azərbaycan bayrağını yüksəklərə dalğandırdı və çempion adına layiq gördü. Arazı 12 ildir, 13 ildir tanıyıram. Araz dostluqda çox güclü,
və səmimi, mehriban bir dostdur. Arazla maraqlı hadisələr çox danışmaq olar. Araz, əsas bizim maraqlı hadisələrimiz yarış vaxtı olur, yarışa gedən vaxtı olur. Araz həmişə yarışdan qabaq təlim məşq toplantılarında çox özün gümrah yaxşı hiss edir. Hər bir insan, nəinki Arazın, bizim tələbələrin hər birini öz arzularına çatmağı biz də arzulayırıq. Yəni onlar özləri nə arzulayırlar, içlərində nə varsa, ürəklərində nə varsa, o arzulara yetməyini mən də arzulayıram. Mən inanıram ki, bu işində də öz nailiyyətləri bizi sevindirəcək və hər zaman Azərbaycan xalqına və Fövqəladə Hallar Nazirliyinə layiq bir əməkdaş kimi Azərbaycan xalqına xidmət edəcək. Araza can sağlığı arzulayıram. İstərdim ki, Araz öz övladlarını da özü kimi idmançıları yetişdirsin. Yəni vətənimizə, xalqımıza lazım olan idmançıları yetişdirsin. Yəni Araz, mən inanıram ki, yəni bu istiqamətdə də öz işlərini davam elətdirir. İnşallah Arazın övladları atalarından da yüksək nəticə göstərər, olimpiya çempionu olarlar. Araz Musayevə Azərbaycan xalqının qeyd elədiyim kimi layiq oğludur və layiqli oğlu olmaqda davam etməyi arzulayıram. Və mən bundan başqa şeydə ondan gözləmirəm. Mən Araza və Araz kimi Azərbaycanın namuslu, qeyrətli, vətənpərvər oğullarına bundan sonra Azərbaycan naminə, bizim dövlətimizin naminə, bizim ölkəmizin naminə biraz da uğurlar, biraz da qələbələr, biraz da nailiyyətlər qazanmağı arzu edirəm. Qoy bizim Azərbaycanımız çiçəklənsin, qoy bizim Azərbaycanımız dünyanın ən mütərəqqi, ən böyük ölkələri, ən sivil ölkələri sırasında birinci yerlərdən birini tutsun. Bunlarla yanaşı istərdim qeyd edim ki, Araz Musayev bugün Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır, orada işləyir, baş mütəxəssis vəzifəsində çalışır. Bununla da əlaqədar biz ona uğurlar arzu edirik. Həmçinin mən onu da qeyd etmək istəyirəm ki, bilirsiniz ki, ölkəmizdə artıq ikinci dəfə ölkəmizin müstəqilliyinin bərpasından keçən 20 il bu yaxında qeyd olunacaqdır Respublika səviyyəsində və qeyd etmək istəyirəm ki, artıq Respublikamızın hər yerində bununla bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bizim rayonumuzda da bununla bağlı böyük tədbirlər keçirilir və bundan sonra da keçiriləcəkdir. Mən bütün xalqımızı bugün münasibəti ilə, bütün idmançılarımızı bugün münasibəti ilə təbrik edirəm və 20 il yox, bundan sonra da bizim dövlətimizin uzun illər müstəqil olmasında hər birinin əlindən gəldiyi tövsiyələri, əllərindən gələn imkanları heç vaxt əsirgəmədən xalqımızın yolunda, dövlətimizin yolunda hər birimiz bunu yola çalışmalıyıq. Bu yolda uğurlar arzulayıram hər birimizə. Araz Musayev kimi gənclərimizin Respublikamızı beynəlxalq aləmdə, dünyanın müxtəlif ölkələrində layiqli təmsil etməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınması, dövlətimiz tərəfindən idmançılara göstərilən etimadın idmançılar tərəfindən doğruldulması kimi qiymətləndirmək olar. Doğrudan da dövlətimiz tərəfindən belə idmançılarımız hər tərəfli qayğı ilə əhatə olunmuşdur. 2 qat şərəfli o zaman olur ki, o ehtimad idmançılar tərəfindən doğruldur. Məhz Araz Musayev də bu idmançılardandır. İsti olur, buzlusu və sevdiyiniz meyvə dadları. Şippi, limonaddan da dadlı. Mən sizə bütün bu verilişin yaranması və yaradılan adamlara öz dərin minnətdarlığımı bildirirəm ki, biz idmançıları hər zaman işıqlandırırsınız, öz ekranlarınızda, öz dəyərli vaxtlarınızdan istifadə edib bizləri xalqımıza nümayiş elətdirirsiniz, göstərirsiniz və buna görə öz dərinliyin tartdığını sizə bildiririk. Çox sağ olun, təşəkkür edirəm. Bax, beləzi tamaşaçılar, bugünkü verilişimiz də beləcə sona çatdı. Sağ olun, salamat qalın. Gələn çempionla görüşmək ümidi. Maraqlı veriliş, yalnız bizdə. Lider və çempionla bir gün. New veriliş, marağı var hər günün. Ver mənə fonu, tonu, əlinə götür mikrofonu. Fərqi yoxdur, məkanın yerin, bənzəri yoxdur bu verilişin. Aç sevini, lideri izlə.